Hökumətlə hökumət deyirəməyəcəm ki. İnanmıram ata, inanmıram sən belə asanlıqla kazaklara taxıl verəsən. Cəmaatı ac qoyma. Günah dacların arasında tox yaşamaq. Deyirsən olan olmazımı verim onlara, özüm boynuma torba salıb diləniyim. Bəy, cəmaat əlində balta yaba kazakların üstünə gedir. Allah sənə şükür, Allah sənə min şükür. Müsəlman da qeyrətə gələrmiş. Saxla onları ata, saxla. Ac qılınca çapar oğul, qoy çapsınlar. Belə naməstliyin də varmış bəy. Ac yalavac cəmaatı qılınsız qırğına göndərirsən. Millət dərdi çəkənə bir bax. Keçməz bəy, sənin dövranın daha qurtardı. Kamran, açın ambarı, taxılın qalanını da cəmaata paylayın. Oldu. Yaxşı çoban, yaxşı. Cənab polkovnik, Çapar gəlib, Prişibdən. Çağır. Oldu. Necə? Polkovnik Avitinov'u öldürüblər? Öyrənmişik zat əlləri. Privolini partizanları vurublar. Yandırın bütün kəndi. Cəmaatını da güllələyin. Rus cəmaatını güllələtmək, Rus kəndini yandırdırırsan, belə çıxır ki, oturduğun budağı baltalayırsan. Mərhum imperator uzaq görən adamdır. Biz Rusları boş yere köçürtməyik buraya. Yasau, hər tərəfə silahlı dəstələr göndərilsin. Partizanlar yerin dibində də olsa tapılmalıdır. Oldu cənab polkovnik. Bu tərəfə bir adam qaçdı. Hayana getdi o. Nə adam? Görməmişik. Xəbərimiz yoxdur. Ay Əşdər! Nə olub? Yenə nə hoqqa çıxarıbsan? Qonağın var başına, gizlətmək lazımdır. Yenə qonaq. Əl çək məndən. Tez ol qurban olun, gəlirlər dalmışca. Mən sənə demişəm, axırda bir bəla gətirəcəksən başımıza. Yaxşı, hanı qonaq?